Bugün Azərbaycanda elə şəhər, elə qəsəbə, elə kənd tapılmaz ki, orada şəhidlər xiyabanı, şəhid məzarı olmasın. Torpağımızın hər qarşı uğrunda neçə-neçə şəhid vermişik. Bəzən ömrümüz boyu hardan başlanır vətən sualına cavab axtarırıq. Torpaq, uğrunda ölən varsa vətən. Bəlkə elə şəhid məzarlarından başlanır vətən. Beləsə, vətən həm də Zərdablı şəhid Fərəc Fərəcovun məzarından başlanır. O, 29 yanvar 1976-cı ildə İsaqbağı kəndində anadan olub. Ailənin 7-ci övladı evin son beşiyi idi. 7 müqəddəs rəqəm sayılır. Soyuq bir qış günü daha bir oğlan övladının dünyaya gəlişinə sevinən, körpə nəfəsinin hərarətinə isinən ata-ana heç ağlına belə gətirə bilməzdi ki, son beşikləri güllü çiçəkli bir yaz ayı, ömrün bahar çağında, 18 yaşında ikən elə müqəddəs amal, vətənin azadlığı uğrunda şirin canından keçəcək. Fərəc sağlam, zəhmətsevər, böyük-kiçik yeri bilən, həssas, bir qədər də sadəlöv kənd uşağı idi. Təhsil aldığı Seyid Əzim Şirvani adına İsaqbağı kənd məktəbində dərslərə marağı ilə o biri şagirlərdən seçilməsə də, qüruru, cəsarəti, düzlüyü onu bir çox yaşıdlarından fərqləndirərdi. Fərəc çox yaxşı, xoş xasiyyətli uşaq idi. Bizim evin son beşiyi idi, bizim ailənin. Ona görə ki, bizim qardaşların hamısı onun xatirini çox gözəl istəyirdi. Ondan nə soruşurdusa, onda belə bir xasiyyət vardı. Düz o sözü olduğu kimi düz deyirdi. Onun belə bir xüsusiyyəti vardı, ağayana xüsusiyyəti vardı. Ya 5 ya 6-cı sinifdə oxuyurdu. Siniflərində nəsə nadişlik olmuşdu. Uşaqların birinin xətişi qırılmışdı. Elə bir yoldaşların birində vuruşqası yox idi. Nəsə bunu hər ikisini bunun üstünə yıxırdılar. Qaldırdım bunu ayağa, Fərəc, sən nə deyə bilərsən? Dedim, müəllim, özə bir ağayana duruşu da vardı. Dedim, müəllim, xətkeşi mən qırmışam, amma kişi oğru olmaz. Qaraşdırdınız, gördünüz ki, həqiqətən uşağın özünün evdə qalıb, təsadüfən bunun üstünə yıxmışdı. Yaxşı idi, onunla nə qədər deyəsən, xəsiyyətindən. Orta məktəb oxuyurdu. Elə bir işlər qarıdı, gəh fermada işləyirdi, gəh gedib zavodda işləyirdi. Elə bir şeylərdi ki, deyirdi ki, hamısı mən əvəz eləyim. Zəhmətkeş ailədə böyüdüyü üçün həmişə zəhmətə bağlı olubdur. O, həmişə çalışırdı ki, ailəsinin yükünü çəksin. O 9-cu sinif bitirəndən sonra peşə məktəbində oxumuş və sonradan isə zavodda işləyirdi. Zavodda işləyən vaxtı mənim heç vaxtı yadımdan çıxmaz. O aldığı maaşdan götürüb bir hissəsini böyrə qoydu ki, qardaşıma mən nişan üzüyü alacağım. Məndən böyük qardaşlarım Baxış Zərdab rayonunda öz ailəsi ilə birlikdə yaşayırdı. Ondan kiçik qardaşı Elman və mən eyni zamanda Bakı şəhərində Elman aspiranturiyada təhsil alırdı. Mən də eyni zamanda Neft Akademiyasında təhsil alırdım. Məndən kiçik qardaşım Qniyaz hərbi xidmətdə idi. Demək olardı ki, ailənin bütün qayğısı, bütün problemi Fərəc qardaşımızın üzərində qalmışdı. Fərəc şəxsən mənə məktublarında yazırdı ki, siz narahat olmayın, mən təhsilinizi davam elətdirin, mən ata-ananın qayğısına qalıram. Mən 1992-ci ilin may ayında Almaniyadan ordudan təxris olunub vətənə qayıtdım və o müddətdə Qarabağda qızğın döyüşlər gedirdi. Və mən buna biganə qala bilməzdim və döyüşlərə Qubatlının Başarad Topağazı yüksəklərində Laçının Fərəcan, Güləbir kəndlərinə gedən döyüşlərdə iştirak edirdim. Və orada döyüşən zaman mən arxa cəbhədən çox tam əmin arxayın idim. Ona görə ki, Fərəc qayğısı var idi arxa cəbhədə. Valideynlərin üzərində onların hər bir qayğısına Fərəc qalırdı. Din üzrə təhsil almışdı və bu təhsilini o davam elətdirmək istəyirdi.
Ancaq onun elə bil vətənə, anıya, torpağa bağlılığı, sevgisi bu arzuları üstələdi. Elə bir xəstələnmişdim ki, dedi ki, ana sən yağın xəstələnməmişsən, qınyazın dərdini çəkirsən. Yəni qınyaz gidir, vallah gəliyəkdir, niyə dərd çəkirsən? Ay ana, sana gələn, mənə gəlsin. Dedim, ay Fərəc, ölərəm, elə deməcinə. Dedi ki, yox hanım, mən sənsiz, sənlə nəfəs alıram. Bir gün gəldi, gördüm bekafdır. Dedim, ay Fərəc, niyə bekafsan? Dedi ki, mənə çağırış vərəqəsi gəlibdir, amma anama deməyək. Dedim ki, onsuz da biləcəksən gedəndə. Dedik, axı Qınyazın o Qarabağda da dərdini çəkir. Gəl onu deməyək. 19 mart idi, mən ona dedim ki, bəs qalda bayramı bir yerdə keçirdəyin. Dedi ki, yox, bu mənim qəti fikrimdir, mən getməliyəm. Bəs məni bu yoldan heç nə döndərə bilməz. Mən ona ürəyimdə bu söz mənim hələ də ürəyimi göynədir, bu qəlbimdə qaldı. Mən ona deyə bilmədim ki, bəs Novruz bayramını bir yerdə keçirtməyəndə 7 il bir yerdə keçirtmək olmur. Qarabağda qızğın döyüşlər getdiyi bir vaxtda hərbi xidmətə çağırılan Fərəc Fərəcov əvvəlcə təlim mərkəzinə göndərilir. Burada dözümlülük, iradə, qabiliyyət göstərərək ilkin əskəri vərdişlərə məharətlə yiyələnir. Komandirlərin bütün tapşırıqlarını canbaşla yerinə yetirən, hərbi bilikləri həvəslə mənimsəyən gənc əskər qısa zaman kəsiyində bir neçə silahın dilini öyrənir, sərrast atıcı kimi tanınır. Hərbi təlimlər nə qədər ağır keçsə də şikayətlənmir, əksinə evə göndərdiyi məktubda valideynlərinə təskinlik verir, xahiş edir ki, ondan narahat olmasınlar. Əziz və hörmətli, tarixlər boyu yadımdan çıxmayan anam, qağam və bacım Sədəf. Salam. Bacım Sədəf, yazdığı məktubu aldım, oxudum, çox şad oldum. Vallahi elə bildim evə gedib gəlmişəm. Yolladığınız böyük payı da aldım. Sağ olun. Allah sizə həmişə paylı püşlü eləsin. Ana, bir də əziyyət çəkib mənə heç nə yollamayım. Bura lap yaxşıdır. Nə barədə yaxşıdır? Bura adamı əsl adam edir. Adamı çətinliyə öyrədir. Qağa, mənim yanıma gəlməyin. Mən sizin vəziyyətinizi başa düşürəm. Mən də o evdən gəlmişəm. Ana, öz dilindən Sədəfədir, mənə yazsın. Qurbanlı olum ana. Vaxt olan kimi özüm gələcəyim. Az bir müddətdən sonra Fərəc təlim keçən əskər yoldaşları ilə birlikdə bir baş ön cəhbiyə, döyüşən hərbi hissəyə yola salınır. Barıt, qan qoxulu səngərə girərək Tərtər istiqamətində hücuma keçən düşmənə qarşı vuruşur. Ürəyi yağıya dərin nifrət, intiqam hissi ilə çırpınan, dilindən Allah kəlamları düşməyən bu sadə kəndli balası hər döyüşdə hünər, rəşadət nümayiş etdirir. Komandirlərinin onun haqqında yazdıqları xidməti xasiyyətnamədə göstərilir. Sıravi Fərəcov Fərəc Baxşiyeşoğlu Minatan batareyanın tərkibində parlaq döyüş yolu keçmişdir. İntizamlı, bacarıqlı, işgüzar olduğuna görə qısa müddətdə döyüş dostları və komandirlərinin dərin hörmətini qazanmışdır. Sənəddə daha sonra qeyd edilir ki, 25 aprel 1994-cü ildə taborun iştirak etdiyi ilk döyüşdə komandirlərin əmirlərini diqqətlə yerinə yetirən Sıravi Fərəcov düşmənin 2 tankını bir neçə atəş nöqtəsini minatanla susturur. Fərəcin hünərindən ruhlanan əskərlərimiz növbəti gündə Seysulan kəndinin müdafiəsində fədakarlıqla vuruşur. Hücuma keçən düşməni geri oturdurlar. Tərtərə yola düşdüm Fərəci yoxlamaq üçün və orada mənə komandirlərlə görüşdükdə istər komandirləri, istər əskər yoldaşları konkret mənə bir cavab verən olmadığını tali haqqında. Kim dedi itkin, kim yaralı dedi. Amma hamı bir ağızdan onun ermənilərin tankını, canlı piyadaların
məhv edilməsində şücaətindən, mərdliyindən danışırdı. 11 may 1994-cü ildə düşmən güclü texnika və canlı qüvvə ilə Seysulan kəndinə daha bir hücuma keçir. Yağış kimi yağdırılan artilleriya mərmiləri altında müdafiə olunmaq asan iş deyildi. Lakin heç niyə məhəl qoymayan Fərəc vətən qarşısında öz əskəri borcunu axıracan yerinə yetirir, ağır yaralansa da döyüş meydanını tərk etmir, son nəfəsə, son gülliyəcən vuruşur. Özü qəhrəmancasına həlak olsa da, silahdaşlarının şəhadətinə görə düşmənin 20-yə qədər əskər və zabitini məhv edir. El-oba qarşısında borcunu həyatı bahasına ödəyən şəhidlər ölümləri ilə ölməzlik qazanırlar. Onların qısa, lakin mənalı həyatı, vaxtsız, amma dəyərli ölümü hər bir Azərbaycanlı üçün örnəkdir. Vətəni, canını ona qurban edən Fərəc kimi övladları yaşadır.